Yani iki dünya bir de olsa da mənim yanımda oldu. Mən onsuz yaşayamam. Mən özümü qurban verirəm ondan ötürü yolunda hazır. Pus sana. Hayf. Asirin fikri getir. Asir de dünya da hazır qayıtmalı. Ve ömrüm o getsin. Getsin neyini deyləsin. Ünlü getmişsiniz əvvəl ora. Könüllü getmişdim. İndi yaşayışını gördüm. Masurum eləyirdilər. Gördüğün sana dedi. Asir gələcək də, sən halva gələcək. Mən özümü qurban verirəm ondan ötürü. Allah sen sakla. Tuttuğundan bırakmıyor. Yine de özümü kurban veririm. Ben bunun ötürü. Gel burada ne istiyorsun? Buyur. Çox sənə fikirləşirəm. 27 gündür. Duran belə, sonra yəyəm belə. Aysel, bilirdim geleceksen Aysel. Yalan Bahsediyorum. Daha önce özlerim. Ayak kanacağın mərfətin olsun. Kişinin kızı gel burada. Sen ne istiyorsan bundan? Aysel. Aysel ruhsunu çekip dayanıb. Gel Asel gel. Gözlerinin yollarını gözlerim. Ne gündüzüm var ne gecem var. Senin paltarla yatırım Asel. Böyle şey olmaz. Kurbanım sevgilim gel. Dostlar, hər vaxtınız xeyir. Əvvəla sizi salamlayıram. Gününüz xoş olsun. Əhval-ruhiyyəniz də əla. Bilirsiniz sözü niyə gətirəcəm? Yəni atalar məsəl var deyir ki, zamanədən də insanlar körlənir. Ancaq mən elə qiymət vermirəm. Çünki zaman həmin zamandır. Gecə, gündüz, axşam. Yəni valla insanlar körlənir. Beləncə hayt bizim gənclərimizdən. Beləncə insanlara bilsən baxıram. Mən nifrət edirəm. Ona görə ki, sən hardasa bir qadının, bir qızın arxasıcan belə ağlamaq, tüm media, Azərbaycan xalq və dünya baxır yeri gəlsə buna, valla yazıqlar olsun. Hayat bizim gənclərimizdən ki, beləncə baxır, belə bir reportaja baxır, belə bir insanlara baxır, örnək alır, örnəyimi götürür. Mən belə deyərdim, valla səbirli olsunlar, Allah səbir versin beləncə, nə bilim, insanlara, belə bir məxluqa, nə bilim, nə deyəsən, sən medianda işi tutar, bilmirlər nəyi canlandırsınlar, nəyi canlandırıb versinlər efirə ki, efirdə baxıb ona bir qiymət versin. Anladınız mı? Üzrünüzü hesab edin. Valla mən şəxsən 50 yaşım var, Allah hamd olsun xəcalət çəkirəm. Beləncə araya qoymaq lazımdır və yaxud heç efirdə işıqlandırmağa ehtiyac yoxdur. Çünki gələcəyə gedən gənclər buna baxacaq, nə ibrət götürəcək, valideynə nə qiymət verəcək. Sizdən xahiş edərdim, şəhərlərdə bildirərdiniz, yazardınız fikirlərinizi. Çox sağ olun, minnətdarım vaxtınızı aldığıma görə. Çox sağ olun.